Vaxt itirməməliyik. Siz iki qardaş nə deyirsiniz? Üzümü Faqlın oğlanlarına tutdum. Xamçaq dilləndi. Qardaşım və mənim tabeliyimdə xeyli adam var. Sənin və İzbemin tərəfdarlarından daha çoxdurlar. Hamımız müjdələnmiş olduğunu, üstünlə döyüşəcəyini bilirik. Amma sənin ardınca getmək istəmirik. İzbemlə məsələnə qarışmaq istəmirik. İdarəçiliyi ələ alacaq. Burada yaşamağa da davam edəcək. Amma nə sizə, nə İzbemə, nə də üstünə icazə verəcək ki, döyüşü qəbilənin içinə çəksin. Döyüşçülərinizi yığıb, hara gedirsiniz gedin. Ailələriniz bizə əmanətdir. Vuruşdan sonra gəlib burada dincələ bilərsiniz. Döyüşü buradan uzaq tutmaq şərti ilə. Qəbilənin demək olar hamısı bizimlədir. Zöfəri sözə qoşuldu. Xamçağın sözlərinə qüvvət vermək üçün deyim ki, İzbemin qalmaq qərarından sonra bütün çadırları gəzib siyahı tutmuşam. Bu çadırlardakıları saymasaq, 113 döyüşçümüz var. 32'si İzbemlədir, 11'i səninlə, 70'i isə bizimlə. 50 nəfər əli silah tuta bilən adam var. Onu İzbemlə, 2'si səninlə, 38'i bizimlədir. Qısası, Zumxeğinin ölənlə birlikdə 25 döyüşə biləcək dəstəkçisi, İzbemin 42, bizim isə 108 adamımız var. Qalan cəmaatın 70'dən çoxu bizi, 20'dən azı İzbemlə Zumxeğini dəstəkləyir. Bu sayılarda heç bir saxtakarlıq yoxdur. İltığın dedi. Zöfəğinin doğrucu, yalandan, hilədən uzaq, dürüst adam olduğu ilə hamı razılaşar. Zöfəği başı ilə İltığına təşəkkürünü bildirib əlavə etdi. Qısası, üstünlük bizdədir. Rəhbər Xamçaq olacaq. Zumxeğiyə və təriqətin üzvü İzbemə mane olmayacağıq. Pisnislərə qarşı hər iki tərəfə silah, at, ərzaq yardımı edə bilərik. İzbem qışqırdı. Bəs bu pisiniz niyə? Xamçaq onun sözünü kəsdi. Bəsdir, sözümüzü dedik. Etiraz edən qəbilədən ayrılıb istədiyi yerə getsin. Zeyna soruşdu. Deməli rəhbərsən, İzbemlə Zumxeğidə bir növ mücahir rəhbər olacaq, eləmi? Öylədir. Bəs sizi və İzbemi elə indi girov götürüb idarəni ələ alsaq, onda necə? Biz qəbul edirik. Mühasirəni yarıda kəsdim. Zeyna, İltığın və Jelkosekin mənə necə qınaqla baxdığını təsəvvür etmək çətin deyil. Faqıl isə mənə qahmar çıxdı. Zumxeği nə desə odur. Xamçaq. Cəmaatla da məsələni həll edəcək. Çadırların bəziləri dəyişəcək. Sabitliyi qorumaq üçün növbətçilər bizim adamlardan olacaq. İzbem və tərəfdarlarının çadırları şimalda, sizinkilər cənubda olacaq. Ortadakı çadırlarda biz yerləşəcəyik, dedi. İzbem ayağa qalxdı. Bizi hesaba qatmayın. Kim ardımca gəlirsə, hamısını yığıb başqa sığınacaq tapacağam. Bunu deyib, sürətlə çıxışa tərəf getdi və astanada mənə tərəf çevrildi. Və sən, üstün, səninlə hesabımız sonraya qalsın. Qəzəblə çıxıb getdi. Ölən bir də içəri girəndə dedim. Bizimkilər topla. Ölən yumruqlarını çarpazlayıb çıxdı. Ayağa qalxdım. Faqıl, sakinlər və əli silah tutanlar burada qalsınlar. Zeyna və 5 döyüşçü də qalıb nəzarət etsin. Sən və Jelkosek də qalsa daha yaxşı olar. Qalan döyüşçülər atlansın. Yola çıxırıq. Bunu deyib çıxdım. Kitablar çadırımda qaldığı üçün narahat idim. Qaynaşan insanların arasından keçib özümü çadıra çatdırdım. Kitablarım yerində idi. Bir cümləni tələsik tərcümə elədim. Saişinin tez-tez dediyi kimi ruhi sakitlik əldə et. Çünki inanan və güvənən ruhi sakitliyə çatmalıdır. Çünki inanan və güvənən ruhi sakitliyə çatmalıdır. Kitabları götürüb çadırdan çıxdım. Hava işıqlaşırdı. Hamı həyəcanlı və təlaşlı idi. İltığın çadırımın qarşısında məni gözləyirdi. Gedək, deyib əlimi çiyninə vurdum. Quş qanadlı zireh ona çox yaraşırdı. Bizimkilərin yanına çatdıq. Atlar yəhərlənmişdi. Döyüşçülər hazır idi. Faqıl, Zeyna, İltığın, Jelkosek və 23 döyüşçü.